Bir yuxunu danışmaq istəyirəm əminlə bağlı. O yuxunu bacım oğlu görmüşdü. Əmi şəhid olan gecəsi görmüşdü. Görmüş ki, bizim evin qapısında mən dayanmışam. Bacı oğlunu çağırıram ki, gəl İmam Hüseyin əleyhissalam bizdədir, ağanı ziyarət edəm. Bacım oğlu deyir, girdim içəri, gördüm ağa oturub başda divanda. Başında da xoş bir əban, yaşıl rəngdə. Salam verdim ağaya, dedim ki, icazə ver gəlim, sağ əlvi mənim başıma çəkin. Ağa dedi, mən əl çəkəcəyəm, amma o adam sən döyürsən də, sən gələrsən, məni Kərbəlada ziyarət edərsən. Bir də gördüm ki, əmir imeyliyə gedir, çatdı ağanın qənşərinə, ağa sağ əlim çəkdi əmirin başına. Ayıldım yuxudan, dedim ki, əmir şəhiddir. Evdə mənə dedilər ki, yuxudur da görmürsən, deməcini. O bacım oğlu o yuxunu mənim üçün danışmadı, ta ki əmirin şəhid xəbəri gəlincə. 52 gündən sonra şəhid xəbəri gəlindən sonra həmin yuxunu gəldi, danışdı bizə.